Sənə deyirəm, mənim zəngimi götür. Belə baxdım, dedim, sənə qurban, demək yaxşı. Sən yığ götürün, çıxart mənə blokdan, demək yaxşı. Çıxartdım, Allah'a and olsun, Quran haqqı. Çıxartdım bunu blokdan, evə gedənə qədər danışdım. Yenə attım bunu bloka. Bir de gördüm ki, gəlib garaja. Garaja bizə necə gəldi? Deməli, mən garajdan belə çıxıram. Bu belə dayanıb. Bu mənim. Bu belə saxlayıb. Verdi qabağa məni gördü. Mən maşına oturan kimi risk verdi dala belə. Hoşçakalın, xəstədik. Bilmədim o biri qapıdan özümə atım. Bilmədim qabağa vereyim. Yəni o dərəcə. Yine dünənləri mənə zəh vurubdu. Attım bloka. Onun bütün nömrələrini, bütün evindəkilərin nömrələrini atmışam mən bloka. Yəni danışmaq istəmirəm ay qardaş. Yəni bir münasibət istəmirəm. İstəmirəm, istəmirəm yəni. Hörmətlə. Salam, sağ ol. Sən mənim izləyicim olmuşsun, elə həmənki də izləyicisən. Belə salam, sağ ol var yəni. Salam, sağ olum var, hörmətim olub. Amma belə məcburi deyir ki, biz danışmalıyıq, mənə çatmır. Nəyi silim mən onu, necə? Ayrıldıq, qadınlar nömrəsi sevmir, yəni düşünmək sevir. O insan xəstədir. Mən ona xəstə kimi baxıram. Xəstədir. O mənim hər addımımı izləyir, baxır, maraqlı gəlir ona. Qıraqdan. Mən neyinirəm, hara gedirəm, haradan gəlirəm. O insan mən ona dost kimi baxa bilərəm. Çünki o insan ailəlidir, ailəsi var, uşaqları var. Mən o ailəsini biləndən sonra ümumiyyətcə uzaqlaşdım. Salam, sağ ol var, küçədə heç onu da vermək istəmirdim. Amma o insan yəni uzaqlaşmadı da. Arada gizliyi tutur, sevir ya. Abacı bilmirəm nə qarır, geçsin işi ilə məşğul olsun. Sən Allah məndən uzaq geçsin arvadı uşağın yanına. Mən nəyimə lazımdır? Mən istəmirəm. Evlidir, hə? Evlidir. Oğlan evli oğlandır. O mənim izləyicim olub. Salam, sağ olum olub onunla. Mənim canlıma gəlirdi. Salam, necəsən? Deyirdim, yaxşı ol, çox sağ ol. Küçədə gördüm onu. Necəsən, neyinirsən? Salamatçılıqdır. Gəlinləri ilə salam, sağ olum var. Mənim yerimdir. Qardaşı ilə salam, sağ olun var. Ondan sonra bunun tutması tutdu ki, mənə öyrəşib. Qardaş, mənə nətər öyrəşdi? Mənim yayınımdasan, elə sevgi olur. Sonra da mən bunu bildim ki, bu ailəlidir. Küçədə salam verirdimsə, onu da vermədim. Sonra bu mənim nömrəmi bildi. Nömrəmi biləndən sonra attım hər yerdən bloka. Öyrəşmə bir şey. Abacı, mənim nəyimi öyrəşib? Mən yetimin. Əl-ələ tutmamışam, gəzməmişəm, bir münasibətim olmayıb, bir stəkan çay içməmişəm, heç nə eləməmişəm. Ancaq mənim patpresimə gətirib göy rəngində gül gətirib qoyub. Ancaq 2 gündən bir mənim patpresimdə göy gül olub da, yəni. Gətirirdi, qoyurdu, çıxıb gedirdi, kameradan görünürdə, qoyurdu, gedirdi. Xəstədir, hə, xəstədir, valla xəstədir. Allaha and olsun, uzaqlaşım. Mən çoxdan ondan özümü uzaqlaşım. İndi dönənləri yadına düşmüşəm, canlıdaydım mən. Mən də söyləşmişəm, canımsan. Səndə nəsə var, hə. Başına dəysin, əlbəttə neyimə lazımdır, işi ilə məşğul olsun. Allah onu xoşbəxt eləsin, yoldaşını da, özünü də. Mənim nəyimə lazım deyəcək, o mənim nəyimə lazım. O ancaq mənim dost kimi hörmət eləyə bilərəm. Küçədən mənə salam verəcək, əleykim salam. Mənim ona heç bir münasibətim yoxdur, axı qurban olum sizə. Hə, onun psixoloji durumları var, bəli. Dəlidir də, valla başı çatmır. Patpres də, yəni maşınımın şüşəsindən göy gül. 8 Martda göy gül gətirib. Göy güllər, keçən il mənim ancaq patpresim güllər idi. 2 il mənə ancaq gül alınıb, 2 gündən bir. Göy güllər. Ehtiyatlı olum. Yox, mənə zərər yetirən insan deyil. Qıraqdan o sevir, xoşlayır. O da mənə bilir ki, mənim həyatımda münasibət qurduğum insan var. Yəni, o mənə niyə bilər ki? Arvadına özü bilər. Vallahi hamı öz evinə özü qədər hörmət edir. Mənim neyimə lazım? Mən hansı rəngi sevirəm? Mən göy gülü sevirəm.
Göy gülü xoşlayıram. Göy rəngində gülü sevirəm. Qırmızı gülü sevmirəm. Düz deyirsən, hamından hər şey gözləmək olur, amma mən nəyimə lazımdır? Mən əsas hər yerdən blokluyuram, ifsiyo. Mənlik deyil. Bəli, 6-yadır bu qırmızı güllər, 6-yadır. Sırqalar məndədir qızlar. Satışda 6-yadır. Salam xanım. Mən də elə satdığım paltarlar valla borcla almışam. Bunları satış edirəm ki, ayın axırına qədər borclarımı verməliyəm. 4500 borcum var. Sənin imkanın yoxdur. Valla mən sizdən də ağırdı vəziyyətim. Allah haqqı. Çox təşəkkür eləyirəm canım. Çox sağ ol, minnətdaram gülüm. Nömrəvi silmişəm amma statuslarım xoşuma gəlmir. Sən bilirsən ki, mən iş verənlərdən, sukalarla oturub durmuram. Ona görə onları gördüyüm üçün aşkım nömrəvi sildim. Amma sənə böyük hürmətim var uzaqdan uzağa. Mən bu həyatda hamını bağışlayıram. İnsanlıq göstərirəm, münasibət kəsirəm. İş verən insanlar, xəbərçi, ailə dağıdan, ailəyə söz salan, o insanları əfv eləmirəm. Və məni ziyana salanları da. Siz mənim elədiyim əməlləri səhv görmüsünüz. Mən insanlıq eləyirəm. İnsanlıq. Dostluq eləmirəm. İnsanlığımı göstərirəm. Amma dostluq eləmirəm. İnsan olaraq bu içimdəkini çıxardıram. Amma münasibət dostluğu kəsirəm və xəbərçi insanları ümumiyyətcə bağışlamıram. Hamı ilə dalaşa bilər. Amma valideynə zəng eləyib hansısa ifadələr işlətmək, mən elə cındırlara hörmət eləmirəm. Xoşlamıram. Və onlarla oturan insanlardan da ehtiyat edirəm ki, o da onun səviyyəsində ola bilər və hər zaman ehtiyatımı saxlayıram. Mənim çox qızla Bakı şəhərində atnaşenim var. Amma belə. Satqın insanlarla mən çörək kəsmirəm. Sən bugünkü günü satqın insanla oturub durursansa, deməli, səndə də nəsə ona bağlayır səni. Deməli, tamamlayırsınız bir-birinizi. Ona görə mən elə insanlarla atnaşeni yaratmıram. Yox, aşkım, o yaxşı adam deyil. Deməli, sənin də onunla birləşdirən nəsə var. O mənim anama zəng eləyib, mənim həyatımdakı oğlanla danışan qadındır. Bir insanda abır yoxdur. Ona görə onunla mən, o yaxşı, o məni kimi dosta eləyibsə onu, sənə gör nələr eləyər. Ona görə elə insanla, yo. Mən bu insan, mən küçə qadınına hörmət eləyirəm, narkomana hörmət eləyirəm, piyanskaya hörmət eləyirəm. Bir satqınları sevmirəm, mənim sözümü sənə deyən insanları, bir də övladlarına yaxşı baxmayan qadınları. Heç vaxt. Mənim ətrafımda, mənim o qədər dostlarım var. Kontaktım doludur dostlarımla. Amma heç biri məni satqın kimi tanımır. Mən heç birinin oğlanına zəng eləyib deməmişəm ki, sən ola 4 dənəsi ilə atnaşeni yaradır. Bu düzgün bir şey deyil. Mən heç kimin anasına abrım var mənim, zəng eləmərəm. Heç vaxt. Kimisə anasına zəng eləyim ki, sənin qızın filan kəslə danışır. Deməli, o yaxşı adam deyil. Onunla da dostluq eləyənlər yaxşı adam deyirlər. Bunu mən sizə deyirəm və aşağıdan da imzamı çəkirəm, belə peçat da vururam. O insanlardan çörək kəsən adamlardan da ehtiyat edin. Hamı bir-birini tayin tapır, hər zaman. Məsəl üçün bir qız var, adını çəkmək istəmirəm, mənimlə atnaşeni yaradır. Özüm dünənlə biz 1 saat danışmışıq. O qız bir məşq, yox. Yo, sən onu ilə özünə hörmət eləsən, onunla oturub durmarsan axı. Qətiyyən, yo. Bir nəfər də var da, o da onun atnaşeni yaradır. Heç onun haqqında danışmaq istəmirəm. Onu mən tüfürmüşəm ona. Ona mən tüfürmüşəm, sənə qurban.
Mənim ondan əlavə 5 dənə də dostum olub. Onlardan mən hansı obyektə girirəm, onlar mənim gülümü, zərimi partladır mənim başımda. Mənim üçün mahnı göndərirlər ki, Zuzu üçün filan mahnı bir dənə səsləndirilsin, Zuzuya filan çay gəlsin, Zuzuya filan şey gəlsin. Mikrofon ancaq mənim üçün işləyir. Ancaq hamı oturur, millət. Zuzu, pullar tökülür ki, Zuzu gəlib bura. Mənim dostlarım belə qızlardır, amma mən onlarla aylarla görüşmürəm. Çünki mən özümü hörmət eləyən qızam və mənə elə hörmət eləyirlər. Deməli, necə olub hadisə? Belə olub hadisə. Biz bir dostuq, çörək kəsirik. Uşaqlarımız, özümüz, gözəl atnaşeniyamız var. Bir-birimizə gözəl hörmətimiz var. Başa düşürsünüz? Məni ilə sən dalaşıb mənim anama zəng eləyəsən ki, Zuzu filan oğlanla danışır, o oğlandan ayrılıb, bu bir oğlanla danışır. Bu ayıb. Ayıbdır bu. Bunu anaya zəng eləyib deyərlər. Kart niyə qoymursa? Hyundai dəyişirəm, Range Rover almalıyam ona görə. Bu yaxşı bir şeydir. Bunu mənə eləyən adam sənə neyniyəcək? Mənim köhnə danışdığım oğlana zəng elə ki, səninlə danışanda filan kəslə danışır da, onun neyinə lazımdır? Mən ondan çoxdan ayrılmışam. 40 il bundan qabaq ayrılmışam. O oğlanın nömrəsini tap, ona zəng elə. Denən Zuzu indi filan kəslə danışır. Neyinə lazımdır? Niyə maraqlıyam mən ona? Mən ondan ayrılmışıq. Bitib, gedib. Fərasətə bax. Sizcə bu insanla oturub duran adamlar normal adamlardır? Yox. Sən mənə pis söz deyə bilərsən. Mən səni bağışlayaram. Sən mənə əl də qaldıra bilərsən. Mən də səni vuraram. Sən məni yığıb söyə bilərsən. Yenə bağışlayaram. Sən mənim haqqımda, mənim bu evim var ha, evimə zəng eləyə bilmərsən. Sən deməli yaxşı adam deyilsən. Sənin çörəyin buradadır. Onu ilə oturub duranların da çörəyi buradadır. İnsan öz tayını tapır hər zaman. Dünən mənə bir dostum var, zəng eləyib. 1 saat. Dedim, az dayan. Sən promo cındırsan. Niyə elə deyirsən mənə? Dedim, sən cındırsan. Niyə? Dedim, sən özünə hörmət eləməyən qızsan. Niyə görə? Dedim, bilmirsən? İnsanam da. Dedim, sən insan deyilsən, sən insanlıqdan çıxmısan. Deməli, bu qız bir oğlanla münasibət qurur. Məşhur bir oğlandır. Onunla münasibət olur. Məşhur bir oğlandır, onunla münasibət saxlayır. Padruqasını da götürür, gedirlər bir yerdə, restoranda oturmağa. Qız tualetə gedəndə padruqası oğlana deyir ki, bu nə gündədir? Sən heç buna yaraşmırsan ki. Nə əcəb bunu ilə danışırsan? Yəni bunun konferansda deyilib ha. Bu konferansda deyilib. Sonra elə olur ki, oğlan ayrılır. Oğlan buna deyir ki, az eşitirsən məni, ged öz dostlarından danış. Sən dalınca bilsən nələr danışırlar. Oğlan konferans qurdu. Padruqası, qız, oğlan, üçü. Oğlan dedi, sən demədin ki, bu nə gündədir taxtaya oxşuyur. Mən ondan gözələm. Deyir, demişəm, əcəb eləmişəm. Düz deyirəm də qaşqaldağa oxşuyur. Qız buna dedi ki, mənə niyə belə deyirsən? Dedi, bir sənə var, gələm qapuza. Bu dəqiqə gələm qapuza, anonun qapısına. Qız da orada kiraya qalır. Biz zəng elədik qıza, dedi, eşitirsən. Yəni, ehtiyac yoxdur. Lazımdır, ayıbdır. Onsa onun üçün ayıbı yoxdur. Dedi, yəni ki, eybi yox, yaxşı. Bitdi. Üstündən 1 il keçib. 1 il sonra yenə qız zəng eləyib mənə. Zuzu, deyirəm, hə. Az bir dənə oğlan var idi, gedib ona məndən danışıb ki, mən nə gündəyəm, mən filanam. Dedim, az sənə dərs olmur. Az sən nə qədər həyasız qızsın. Sən necə özünə hörmət eləmirsən ki, birinci səfər sənə bu hörmətsizliyi eləyib də, sən onu necə bağışlayırsan? Az eybi yox, darıxırdım da, dostum idi da, çörək kəsirdim. Yo.
Satqın insanlarla oturub duranlar da satqındılar. Hər zaman özünüzə hörmət eləyin. Ətrafınızda içki düşkünü olub həyatını düzəldən qadınlar, həyatını düzəldən kişilər, narkotik asılılığından əziyyət çəkib müalicə alıb düzələn insanlar ola bilər. Hansısa pis yolda olub tezdəndən təmiz yola qayıdan qadınlar ola bilər. Həyatınızda kasıb dostlarınız ola bilər. Zibillikdən bizon yığan dostlarınız ola bilər. Amma sizin sözünüzü, sizin oğlanınıza, sizin anavıza, yanındakı dostuna danışan adamla bir stola oturursunuzsa, deməli siz özünüzə hörmət eləmirsiniz. Sizin səviyyəniz elə odur. Sizə düşür. Sizin palojnavızdır. Sizin elə bir-birinizin tayısınız. Allah deyir ki, mən heç kimin ayıbını açmıramsa, sən kimsən ki, kiminsə də ayıbını açasan? Yəni bu Quranda başqa cür yazılıb. Mən indi qandığım qrafikından deyirəm sizə. Heç vaxtı bağışlamayın, oturmayın. Mənim qadınlar olub ki, yanımda oturublar. Mən onun uşağına yemək aldım. Mən onun maşınına benzin vurdum. Bunu danışan insandan sən nə dostluq gözləyirsən? Biri var sənə nankorluq eləyər danışarsan. Həqiqətən də sənin əziyyətini yerə vurar. İçin yanar danışarsan da. Mənə, o birisinə, bu birisinə. Biri də var tilipaşlanmaq üçün danışırsan. Onlardan sizə dost olmaz. Bəli. Belə şeylər var. Ona görə mən ətrafımdan hamını təmizləmişəm. Mən heç bir kəsim yoxdur. Mən ürəyim istəyəndə bir-iki adamlar var. Zəng eləyirəm, gedirəm dəniz qırağında otururam, bir stəkan çay içirəm. Hörmətimizi saxlayırıq. Mən bütün günü burada qazandığımı gedim restoranda xərcləyim. Özdə hörmət eləməyən qızlarla oturumdurum. Yəni o şeylər yoxdur. Və belə yaxşıdır. Mən qızlarla oturdum, durdum ki, sevgililəri gəldi mənə dedi ki, o filan şeydi, filan şeydi, filan şeydi. Mən də dedim, vallahi bilmirəm. Mənim xəbərim yoxdur. Oğlan mənim yüzümə durdu ki, sən onun dalıca danışmısan mənim yanımda. Mən bir kişinin belə əlim üzündə baxdım ki, bu boyda 1.90 boylu kişi mənim yüzümə durdu. Vallahi kişi 1.90 boylu kişi mənim yüzümə durdu ki, sən mənim sevgilimin dalıca danışmısan. Qurana and olsun. 1.90 boyu var oğlanın. Kıza bir sen ne dedin? Kıza dedim falan şey, falan şey, falan falan, falan falan. Yadında? Dedi ha. Dedim git sevgilinden soruş gör bilir. Dedi yok. Dedim sen kimsen az? Sen ben sual versen. Varaqla bir dənə. Gör hansı biri deyilib. İşinlə məşğul. Bəli. Dost deyilən bir şey yoxdur. Ailəvizə, özünüzə hörmət eləyin. Ailəvizə uyğun insanlarla addaşını saxlayın. Xaraktervizə uyğun. Əsəbi adam ola bilər. Sındırar, dağdar, tökər. Xəbərçi insanlar yox. Xəbərçidən adama dost olar. Mən də sözü bir dəfə deyirəm və bitirirəm.
Mən oturub fikirləşirəm ki, məndən heç vaxt heç kimə pislik gəlməyib. İnanırsınız, padruqam sevgilisi ilə yol gedib. 3 gün bundan qabaq oğlana nömrə verib, yanında oturub stolunda. Oğlan küçənin ortasında başını çıxardır, belə eləyir. Necəsən? Mən də belə eləyirəm. Bilirəm axı ona deyir. Bu da əl-ələ gedir, belə eləmi? Yaxşıyam, siz necəsiz? Oğlan belə baxır ki, bu kişidir, bu mənə niyə salam verir? O dərəcədə axmağam mən. Ona görə bu belə şeylər baş verir. İndi elə şey yoxdur. İndi padruqam yığır, sevgilimdən ayrılmışam, gedək də gəzməyə. Deyirəm, yo Allah vurub sənə, otur evində. Gedirsən uşaqlarla gedək dəniz qırağına, gedirsən gedək olimpikstara, gedək əylənək uşaqlarımızla. Gecə məkanlarda mən halım, vaxtım yoxdur. Sevgilin dursun, stoldan durğuzsun səni ki, deyək mənim sevgilimi pozmusan. Ortalıqda qalmışın nəyim mən pis günə qoyum. Ona görə, yəni, yox, yaxşılığın başını buraxmışam. Yaxşılıq nədir? İstinareli birində düyməsi. Şalvar 35'e. Krem rəngi var. Bir dənə də esi var. Şokolad rəngi. Ay Allah. Bu da gözəldir ki sənin. Mən özüm onlarla 60 illim var da salam sağ olumuz olubdu. Sənin mənim böyük hörmətim var. Sən ağzı bütöv qızsan. Babu busan. Babu de bu. Amma sən o insanla 60 illim varsa sənə qurban ol. Ona görə mən sənin nömrəvi dünən sildim. Onun videosunu görən kimi sildim. Biz bir məclisdə oturduq. Onu ilə mənim əlimi birləşdirdilər. Mən onun əlini belə elədim. Ki, mən bağışlamıram. O insan banitsaya düşər, türməyə düşər. Çıxmağı üçün qurban kəsərəm. Amma bir stola oturmaram. Mən ağıllı insanam. İnsanlıq, ağıl. İnsanlıq, insanlıq. Başqa bir şeydir. Başa düşür. Arzu nədir? Ya arzu nə əlaqə? Başqa adamdır bu, TikTok'a girmir. Nə danışırsınız siz? İraq olsun, onun övladına nəsə lazım olar, özünə nəsə lazım olar. Canla başla. İnsanlıq. Amma dostluq heç vaxt, həyatı boyu. Olmaz. Olmaz. Belə şey olar. Kimi gəldi bağışlamaq olar. Allah. Bürcüm əkizlər. Dönəri bilmirəm. Mamam alıbdı. Prim yığır. Əcəb eləyirəm. Sənə nə var? Primi sənə aton yığmalıdır. Mən yığmalıyam. Yaybalı atımda. Yox, mən danışdığım adam TikTok'a girmir uşaqlar. Tamam fərqli bir insandır. Aksan niyə yeməymirsən? Əkizlər gözəl bir necəsə yaxşı emrəm. Yox, mən gözəl insanam. Prosta ki qaşlarım yavaş o düzələcək. İnşallah. Əkizlərin xanımları çox qəşəngdir. İnsanıq biz əsl insanıq. İnsanın pis gününə sevinmərik, qətiyyən. Amma bir də o səhvi buraxıb bir stola oturmuruq. İnsanlar dəyər çalışın, özümüzə hörmət eləyin də. Bir sözlə, yox. Sənə pislik eləyən yenə eləyəcək.
Çalışın özünüzü gözü. İnsanlar dəyişilmir ki. İnsanlar dəyişilmir. Eşşi boyda qədəliyi onu bax. Yerə soxum səni, qız səhifəndə var sənin. Var yoxdan elə sən evlisən də, küs sənin başıva. Ölmürsən sən, ay Allah, bütün hisslərimi öldür diye. Az bunu mən yerə soxum, az bu nə gündə də az, bu nə gündə də az. Ay Allah, ay Allah, az bu nə gündəymiş az, vay 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 vay. Az bu evlidir də, arvadından qorxur. Az Arzu da adı. Adı nədir? Az Arzudur, Fufu Arzu. Didi də, Didi indi bir dənə səhifə ilə gələcəyəm, ayran atacağım sənə. Allah təpəbə. Az bu, ay Allah, ay Allah, ay Allah, ay Allah. Allah məni yox elə, Allah mənə. Arjan. Az yox odur. Az deyən görüm. Az tənha, az səni tənha yerə soxum səni. Ay Allah, ay Allah, yolum nərdən rast gəldi. Az bunu nə qarım deyəm. Az səni səhv saldım. Mən ömür boyu beləyəm də. Ay bacı, bu şeyi düzəltməliyəm. Ekran dondu. Hə, hə, az səhv saldım. Hə, yaxşı da yerin gitmədi. Erir bilir də, mən səhv sağlam. Az sən masazırda, az sənlə o Nəsirov'u səhv saldım. Az da yaxşı da. Az mən ömür boyu eləyəm. Mən vaxtında ərə getmişəm. Ey bacım, mənim başıma başqa şeylər gələrdi. Yaxşıdır, mən öz əmim oğluna ərə getmişəm. Mənim başıma başqa hadisələr gələrdi, valla. Mən... Aşkım, mənim ona böyük nifrətim var. Allah'a and olsun. Sən məni başa düşə bilmərsən. Mən ondan sonra inanırsan tövbə elədim qızlarla atdaşını yaratmağa. Mən ondan sonra hamından uzaqlaşdım. Qur'ana, sən bilmirsən axı mənim başıma nələr gəldi. Sən bilmirsən. Sən bilmirsən axı, sənə qurban olum. Mənim elə bir insanla münasibətim var idi ki, ona zəng elədilər. O adamın problemi oldu, zəng elədilər ona, onun nömrəsinə, ona başqa sözlər dedilər, evimə başqa söz. Nə bilim, mən çox böyük problemlər yaratdı o. Ona görə. Ondan sonra mən hamıyla əlaqəni kəsdim. Bax, Qur'ana and, bu bərəkətə and olsun. Heç kimdən bir stol oturmadım ki. Bir dənə ad günümdə, uşağımın ad günündə qızım istədi. Heç biri ilə, bax, Qur'ana and olsun, gülü. Allah haqqı. Hamıyla atdaşını kəsdim ondan sonra. Dedim, bu nə bəlaydı, az düşdüm. Mənim anam bir ay məndən danışmadı. Bir ay məndən danışmadı. 10 gün evdən çıxdı, getdi. Ona görə başa düşürsən, mən bu şeyləri yaşamışam. Tanımırsınız kızlar. Siz o insanı tanımırsınız. Sosyal adam değil. Onda valideynə hörmət eləmir. Çatdırılma var. Ayxan, ölüm sənin qabağında, sabah gətirəcəm, qurban olum sənə. Bugün gəlirdim. Ölüm səndən ötəri, sabah son gündür. Bax, sən öl, özüm ölüm. Sabah son gündür. Bax, Quran haqqı, sabah gələcəm. Bu yüzümüzlər gör, bax, mənim nə sırtıqam mən. Sənə qurban olaram. Yazır, mən də heç saymıram ha. Sən çəkirsən sigaret. Yox, Ayxanım, vallahi çəkmirəm.
Suzu çəkən anaya ataya baxmır, bəzən baxır. Çəkən o, bilsən niyə deyirəm? Sən uşağı siqaret çəkəndə deyəcəksən ki, niyə çəkirsən? Deyəcəksən də çəkirdin. Mən məsəl üçün anam məni hirsləndirir, qışqırıram. Oğlum belli, sən də anamın üstünə qışqırırsan da. Bildiniz? Deyirəm məsəl üçün ki, anamın üstünə qışqırıb hirsləndirir də məni. Deyirəm ki, bu belədir, o elədir. Raul qışqıranda deyirəm, niyə qışqırırsan? Tərbiyəsiz. Deyirsən də ananın üstünə qışqırırsan da. Başında povod götürür də. Heç də deyə bilmirəm onda. Nə deyim anam, mənim başım çatmır. Deyir, mənim də başım çatmır. Ağızdaşır da mənə. Ağızdaşır axı. Bundan koymamıştım ki.